Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, ölkə ərazisində küləkli və yağıntılı hava davam edir. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensivdir. Yüksək dağlıq ərazilərdə isə qar yağır. Yağan qarın hündürlüyü Qırızda, Qubada 10 sm, Şahdağ və Xınalıqda 8, Laza, Qusarda və Kəlbəcərdə isə 3 sm-dir. Düşən yağıntının miqdarı Qusarda 20 mm, Ağstafa, Qubada 19, Yevlax 7, Şəki, Qax-Qəbələ, Xızı, Daşkəsəndə 6, Qobustan, Oğuz, Gədəbəy, Ağdam, Xaçmaz, Şahbuzda 5, Goranboy, Göygöl, Tərtər, Şərurda 4, Sabirabad, Bərdə, Şamran, Şamaxı, İsmailli, Sədərəkdə 3, Bakıda və Abşeronda eyni zamanda Balakən, Göyçay, Beyləqan, İmişli, Zaqatala, Naftalan, Culfan, Naxçıvan, Ordubad, Şəmkir, Tovuz, Mingəçevir, Zərdab, Kürdəmir, Biləsuvar, Astara, Gəncə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağsu, Füzulidə isə 2 mm-ə qədər qeydə alınıb. Hazırda əksər yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeronda eyni zamanda Mingəçevirdə 28 metr/saniyə, Goranboyda 27, Naftalanda 24, Tərtər 23, Şəki, Tovuz, Neftçala, Gəncədə 20, Culfa, Ağdam, Bərdədə 18, Zəngilan, Kəlbəcərdə 17, Qobustan, Şəmkirdə 16, Zərdabda isə 15 metr/saniyəyə qədər güclənir. Sumqayıt, Quba, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad və Biləsuvarda qatı duman müşahidə olunur ki, bu da dumanda görünüş məsafəsini 500 metrə qədər məhdudlaşdırır. Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin oktyabrın 30 axşama qədər davam edəcəyi, 31-də havanın sabit əsasən yağmursuz keçəcəyi gözlənilir.